Xoş gördük hər kəsi. Deməli, bu videomuzda biz hədiyyə kampaniyasının qaliblərindən danışacağıq. Bildiyimiz kimi bir həftədir artıq bizim kanalımızda hədiyyə kampaniyası davam edirdi. Biz şərtləri belə idi ki, ad günə bağlı ən kreativ rəy yazan və daha çox bəyənmə əldə edən rəy bizdən qalib olacaq. Və biz bu kampaniyada 20 nəfəri mükafatlandırmağa qarşımıza məqsəd qoymuşduq. Və artıq dünən, yəni aprel ayının 6-sı 23:59-da kampaniyanın müddəti bitdiyi üçün gördüyünüz bu videoda artıq rəy yazmağı və bəyənmə prosesini dayandırmışdıq. Və bugün artıq biz rəyləri analiz elədik və orada qalibləri müəyyən etdik. Qeyd edək ki, əslində burada əsas qaliblərlə yanaşı həm də kampaniyada iştirakdır, buna dəstək verməkdir və çox sağ olun hər biriniz ki, bizə dəstək verdiniz və arzularınızı, niyyətlərinizi və diləklərinizi bizlə bölüşdünüz və biz də öz adım olaraq danışıram ki və bir daha əmin oldum ki, kanalımızın 3 illik fəaliyyəti dövründə xeyli insana çata bilmişik, müəyyən qədər faydamız toxunub və bu bizim üçün həqiqətən də böyük uğurdur. Bir daha təşəkkür edirəm. Bu günə qədər bizlə olan, bizi dəstəkləyən və kanalımızı bəyənən, paylaşan, daha çox abunəçi çatmaq üçün hər hansı bir cəhd edən hər kəsə. Deməli, artıq qalibləri elan etməyin vaxtıdır. Qeyd edim ki, burada bəzi qaliblərin adları niklər vasitəsilə orada görünür. Bəzilərinin isə ad soyadlarını görə bilirik və qaliblərin hər biri yaxınlaşıb bizdən hədiyyələrini qəbul edə bilərlər. İlk birinci yer demişdik ki, 3 nəfər bizdən növbəti tədris ili üçün Azərbaycan dilindən 100%lik güzəşt əldə edilir, yəni ödənişsiz təhsil. Bunlar kimlərdir? Deməli, ilk birinci yerdə olan 3 nəfər Nizami Əfrasiyabov 551 rəylə, D200 niki ilə olan 534 rəylə və Xədicə İsmailova isə 430 rəylə bizim 100%lik güzəştin qalibləridir. Digər isə ikinci yerdə isə demişdik ki, 3 nəfər növbəti tədris ili üçün Azərbaycan dilindən 50%lik güzəşt əldə ediblər. Bunlar Aysil Hacıyeva 349 rəylə, Könül Əbdülrəhmanlı 314 rəylə və Nərvin Balaqadaşova 186 rəylə həmən bu güzəşti əldə edənlərdirlər. Mən danışacaq yəqin ki, siz də bütün rəyləri buradan görə bilərsiniz və yaxud özünüz də bir daha baxıb bununla əlaqələndirib tutuşdura bilərsiniz. Üçüncü yer isə demişdik ki, növbəti tədris ilində bizdə Azərbaycan fənni üzrə hazırlıqdan 30% güzəşt əldə edəcək. Bəs bunlar kimdir? Sadıqova Tamam 154 səslə, Nuran Əskərli 137 səslə, Nurcan Əskərli 137 səslə, Abbasova Nərmin isə 137 səslə məhz bu üçüncü yerin qalibləridir. Qeyd etdiyim kimi onlar da bizdən 30% güzəşt əldə etdilər. Dördüncü yerdə isə bir nəfər demişdik, 100 manat bizdən hədiyyə alacaq. O Nigar XVA nikli bir xanımdır. 135 bəyənmə ilə bunun qalibidir. Beşinci yerdə demişdik 2 nəfər 50 manat güzəşt əldə edəcək. Onlar isə deməli Aysu Hüseynova 132 bəyənmə ilə və Leyla İbrahimova 126 bəyənmə ilə məhz bu yerin qalibləridir. 6-cı yerdə isə demişdik ki, 3 nəfər bizdən 30 manat hədiyyə qazanacaq. Bunlar Günel Həbibova 101 səslə, Dəniz Sadıqlı 108 səslə və Nurpəri Verdiyeva 97 səslə məhz 30 manat bizdən qazanıblar. 7-ci yerdə demişdik ki, 5 nəfər bizdən kitab hədiyyə alacaq. Həmən adamlar deməli Elnar Məmmədli 86 səslə, Röya Bağırova 83 səslə, Hüseynov 7 nikli abunəçi 82 səslə və Müşfiq Heydarov 71, bir də Ağca Muradova 61 səslə bizdən mənim şəxsən imzalı kitablarımı əldə edəcəklər həmən bu nominasiyanın qalibləridir. Qalibləri elan edirik. İndi maksimum çalışmışıq ədalətli olaq, maksimum çalışmışıq ki, obyektiv yanaşaq. Yəni, buradakı bəyənmələrin sayı məhz sizdən asılıdır. Mən burada heç bir subyektiv mövqeyimi ortaya qoymamışam. Təbii ki, əslində mən istəyirəm daha çox adama hədiyyə verim. İnşallah söz verirəm ki, kanal böyüdükcə və əgər bu il 20 nəfərə hədiyyə verirsə, gələn bunu daha da çoxaldacaq, belə deyək, və fərqli kampaniya şərtləri tətbiq edəcək. Bizlə olun, bizi izləyin ki, biz daha maraqlı layihələrlə, daha maraqlı belə deyək, digər məsələlərlə sizin qarşınıza çıxa bilək. Yeri gəlmişkən bu videoya verilən dəstəyə görə
Hər birinizə bir daha təşəkkür edirəm. Videoya ümumi olaraq 872 rəy gəlmişdi. Deməli, ümumi videonun 1839 bəyənməsi və 22 mindən çox baxışı var idi. Bir daha hər kəsə təşəkkür edirəm və qeyd eləmək istəyirəm ki, mütləq hədiyyələri bizdən götürərkən şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmağı unutmayın və yaxud da aşağıdakı mobil nömrəyə yazmaqla siz ətraflı məlumat əldə edə bilərsiniz və mütləq də rəyin məhz sizin telefonunuzdan yazılmasını sübut edəcək bir şeylə yaxınlaşmalısınız ki, biz həmən hədiyyələri sizə verə bilək. Bu qədər. Əlavə sualınız olarsa, bir daha bayaq aşağıda görürsünüz, bu nömrəyə yazırsınız və sizə ətraflı məlumat veriləcək. Bizimlə olduğunuz üçün təşəkkür edirəm. Bütün qalibləri təbrik edirəm və hər kəsə də uğurlar arzu edirəm. Sağ olun.